5-ci yaşayış məhəlləsindəyəm. Mən sonuncu dəfə burada çəkiliş aparanda hələ özülü qoyulurdu. İndi artıq bir neçə bina yüksəlib. Bu təxminən Seyidli Sarıhacılı köhnə ərazilərlə desək, Seyidli Sarıhacılı hissəsinə düşür şəhərin. Bir var Seyidli Sadetliyi tərəf, Seyidli Sadetliyinin arxası o Xıdırlıya gedən yol, ora yox. Ora şəhərin inzibati mərkəzi və inzibati mərkəzin binaları düşəcək. Yəni baş plana görə elədir. Bura isə ondan üzbəüz aşağı tərəf, yəni təxminən internatın arxası, yan yörəsi, bax təxminən həmin ərazidir. Buradakı binalar da ikinci yaşayış məhəlləsi, indi hazır olan cəmaatın köçdüyü ikinci yaşayış məhəlləsi kimi 4, 5, 6, 7 mərtəbəli binalar olacaq. Amma indi mən burada layihə görə bilmirəm, qeyri iş günüdür, bir mühəndis də görüb soruşa bilmirəm. Amma belə işçilərdən eşitdiyimə görə bu binaların həm iç dizaynı, yəni mənzillərin layihələndirilməsi, həm də fasad layihələndirilməsi ikinci məhəllədəkindən fərqlidir. Hamısı kimi, yəni bütün məhəllələr kimi altında qaraj var. Birinci mərtəbələr obyektlər üçün nəzərdə tutulub. Bina 16, tip B1. Faktiki 3-4 aya növrədən yüksəlib bu binalar. İndi mən 4-cü məhəlləyə də gedəcəm. 4-cü məhəllə təxminən Sarıtəpəyə düşür. Keçmiş bir nömrəli məktəbin arxa tərəfinə. Orada bilirəm ki 1091 mənzil, 50 bina var. 5-ci məhəllədəkini neysə belə bu anda yadıma sala bilmədim, amma bu da böyük kompleksdir. Deməli, ikinci məhəllə demək olar hazırdır. Mənzillərin içi hazır olduqca sakinlər köçürülür. 4-cü məhəllə növbəti mərhələdə hazır olacaq. Yəni daha ikinci məhəllədən sonra tikilən odur. Dediyim Sarıtəpənin yerində tikilən. 5-ci məhəllə bax bu Seyidli Sarıhacılı hissəyə, internatın arxasına, yan yörəsinə düşən hissədir ki, bu 3-cü hazır olacaq. İşlərin gedişinə, başlamasına və bitməsinə görə. 1-ci və 3-cü məhəllələr isə hələ ki tikinti başlamayıb. Deməli, 1-ci məhəllə Üzərlik təpənin yan yörəsi ətrafıdır. 3-cü məhəllə isə təxminən Muradbəyli tərəfə düşəcək.